Bu gün Naxçıvan Dövlət Universitetində mühüm bir layihənin təqdimatını keçirdik. Belə ki, bu gün Naxçıvan Dövlət Universitetində öncədən planlaşdırdığımız bir aylığın təqdimatını keçirdik. Bu aprel ayı üçün Naxçıvan Dövlət Universitetində elan olunmuş Beynəlxalq Təlimlər Aylığıdır. Beynəlxalq Təlimlər Aylığı Naxçıvan Dövlət Universitetində ilk dəfədir aylıq şəklində qeyd olunur. Bundan öncəki illərdə də biz müxtəlif aylarda təlimlər təbii ki keçirmişik, digər ali məktəblərdə olduğu kimi. Amma bu dəfə biz aprel ayını bütövlükdə təlimlər aylığı elan etmişik və demək olar ki, hər günə bir beynəlxalq təlim salınıbdır və aprel ayı ərzində 21 təlimçi tərəfindən 5 istiqamətdə 21 mövzu üzərindən təlimlər aparılacaqdır və bu təlimləri dünyanın müxtəlif ölkələrinin Amerika, Britaniya, Yaponiya, Türkiyə, Özbəkistan ölkələrinin müxtəlif ali təhsil müəssisələrinin, elmi tədqiqat institutlarının professorları tərəfindən aparılacaqdır. Təlimlər daha çox Naxçıvan Dövlət Universitetinin akademik heyətinin və tələbələrinin peşəkar inkişafını nəzərdə tutan təlimlərdir. Amma təbii ki, bizim Naxçıvan Muxtar Respublikasının digər müəssisələrini də nəzərə alaraq təlimləri açıq elan etmişik və təlimlərin mövzuları qabaqdan elan olunubdur və bu mövzular üzrə maraqlı olan, öz peşəkar inkişafını artırmaq istəyən, beynəlxalq sertifikatlar almaq istəyən bütün iştirakçılar ödənişsiz olaraq ay ərzində bu təlimlərdə iştirak edə bilərlər. Bugün biz ilk təlimin açılışını elədik. İlk təlimimizin bizim Türkiyənin qabaqcıl xəstəxanalarından olan, sağlıq qruplarından olan Acıbadəm Sağlıq Qrupunun professoru, Acıbadəm Universitetinin professoru olan dünyaca məşhur Cem Alhan başlayır və Cem Alhan bugün tibb fakültəsinin tələbələrinə və həkimlərimizə kardiocərrahiya ilə bağlı təlim verəcəkdir və bu təlim müddətində tələbələrimizin və müəllimlərimizin sualları cavablandırılacaq. Eyni zamanda təlimçi tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra təlimçilərin imzası ilə hər bir iştirakçı sertifikatla təmin olunacaq. Belə ki, təlimçilərimizin hər biri beynəlxalq sertifikatlı təlim keçirmək hüququna malikdir. Onlar dünyanın ən qabaqcıl öz sahələrində sertifikatlarını alıblar və inanırıq ki, Naxçıvan Dövlət Universitetindəki çoxşaxəli kadr hazırlığında bu əcnəbi professorların təlimlərinin mühüm əhəmiyyəti olacaqdır. Təlim müddətində eyni zamanda təlimlərlə yanaşı dəvət olunmuş professorlarımız Naxçıvan Dövlət Universitetinin tələbələri üçün master klasslar və ustad dərslər keçəcəklər, mühazirələr oxuyacaqlar və inanırıq ki, bu təlim aylığında, aprel ayında bizim tələbə və müəllimlərimiz Muxtar Respublikamızın digər dövlət qurumlarında çalışan bizim iştirakçılar təlimin mövzusundan faydalanacaqlar. Bu istiqamətdə mən dəvətimizi qəbul edib universitetimizə gələn bütün təlimçilərə təşəkkürümü bildirirəm, iştirakçılara uğurlar arzulayıram.